Dərs 29-un izahına baxaq. Təbii komplekslər, təbii zonalar və landşaftlar. Təbii kompleks nədir? Təbii komponentlərin qarşılıqlı əlaqəsi nəticəsində hər hansısa bir ərazidə yaranan və xüsusiyyətlərinə görə qonşu sahədən fərqlənən bir sistemdir. Təbii komponentlər arasında maddələr və enerji dövranı baş verir ki, bu da onları bir-birinə bağlayır. Yer kürəsində ən böyük təbii kompleks coğrafi təbəqədir. Təbii komplekslər qurunun və okeanın təbii kompleksi olmaqla iki yerə bölünür. Qurunun təbii komplekslərinə səth süxurları, iqlim, relyef təsir göstərərək yaranır. Quruda ən böyük təbii komplekslər materiklərdir. Onlar nisbətən kiçik təbii komplekslərə də bölünür. Qurudakı təbii komplekslər bitki örtüyünə görə adlandırılır. Məsələn, meşə, çöl və s. təbii kompleksi. Okeanda təbii komplekslərin əmələ gəlməsində su və suyun tərkibində olan mineral maddələr, həmçinin heyvanlar aləmi, okean dibinin relyefi, süxurları və s. təsir göstərir. Bir də var antropogen kompleks. Antropogen kompleks isə insanların fəaliyyəti ilə yaradılmış komplekslərdir. Coğrafi qurşaq. Yer səthinin enlik zonallığı üzrə yayılmasıdır, bölgüsüdür. Coğrafi qurşaqların adları iqlim qurşaqları ilə təxminən eyni olur, üst-üstə düşür. Coğrafi qurşaqların daxilində təbii zonalar yaranır. Məsələn, ekvatorial qurşaq daxilində rütubətli ekvatorial meşələr yayılır. Qurudakı təbii komplekslər coğrafi enlikdən asılı olaraq dəyişir. Yəni, günəş işığından, istiliyindən, yağıntıdan asılı olaraq ekvatordan qütbə doğru qanuna uyğun şəkildə dəyişirlər. Bu zaman onlar enlik istiqamətində uzanan təbii zonaları əmələ gətirir. Ümumi temperatur şəraitinə görə, rütubətinə, torpaq, bitki örtüyünə görə eyni olan iri təbii komplekslər, təbii zonalar adlanır. Təbii zonalara rütubətli həmişəyaşıl ekvatorial meşələrdən başlasaq, bu meşələrdə bataqlıqlar çox olur, çünki ifrat rütubətlilik olur. Temperatur, orta illik temperatur 24-26 dərəcə, yağıntının illik miqdarı 200 mm və s. Ekvatorial enlikləri əhatə eləyir. Burada əsas Heveya, buna kauçuk da deyilir ki, ekvatorial zonanın əsas bitkisidir. Ekvatorial meşələr Cənubi Amerika materikində selvas adlanır. Torpağı isə qırmızı-sarı ferralit və ya laterit torpaqdır. Dəyişkən rütubətli meşələr. Diqqət edək, dəyişkən rütubətli meşələr həm subekvatorialda, həm tropikdə, subtropik və mülayim iqlim qurşaqlarında yayılmışdır. Ağacların seyrək olduğu yerlərdə ot bitkiləri daha uzun və sıx olur. Ot bitkilərinin uzun və sıx olduğu dəyişkən rütubətli meşələrdir. Dəyişkən rütubətli meşələr dedik subekvatorialda, yayılanlarda qırmızı ferralit torpaqlardır. Subekvatorial zonanın dəyişkən rütubətli meşələrində qırmızı ferralit torpaqlar yayılıb. Tropik, subtropik və mülayim qurşağın isə dəyişkən rütubətli meşələrində qırmızı, sarı torpaqlar yayılmışdır. Savanna və seyrək meşələr. Əsasən subekvatorialda və tropik iqlim qurşağında yayılıb. Amma savanna və seyrək meşəyə subtropik iqlim qurşağında da rast gəlinir ki, bu da Şimali Amerika və Avustraliyadadır. Deməli, subtropik qurşağın savannasına harda rast gəlirik? Şimali Amerikada və Avustraliyada. Savannalarda dedik il boyu isti, yay rütubətli, qış quraq keçir. Orta illik temperatur 20-30 dərəcə, orta yağıntı 1000-2000 mm arasında dəyişir. Burada əsas baobab, akasiya, müxtəlif palma, butulka ağacı əsas ağac növlərindən hesab olunur. Savannalar Cənubi Amerika materikinin ekvatordan şimalda olan hissəsində Lianos, Cənubi Amerika materikinin ekvatordan cənubda olan hissəsində Kampos adlandırılır. Torpaqları isə qırmızı qonur torpaqlardır. Tropik səhra və yarım səhralar.
Səhralar həm ümumilikdə səhralar həm tropikdə, həm subtropikdə, həm də mülayimdə yayılır. Tropik səhralarda ən yüksək buxarlanma qabiliyyəti olur. Yağıntı az olur, 150-170 mm illik yağıntıdır. Bəzi yerlərdə hətta illərlə yağıntı yağmaya bilər. Səhralarda qısa müddətli axan çaylar olur. Yəni bu da çox az bir müddətdə axır. Onlar quruyur ya da heç çaylara rast gəlinmir. Sukalıq temperatur amplitudu ən çox tropik səhralardadır. Buna da diqqət yetirək. Və tropik səhralarda bəzən yeraltı sular səthə yaxın yerləşir, səthə çıxır. Həmin hissələrdə də palma ağacları bitir. Bu ərazilər vahələr adlanır. Dünyanın ən məşhur tropik səhralarına Böyük Səhra, Liviya, Nubiya, Namib, Kalahari, Atakama, Böyük Qumlu və s. Səhranın torpaqları boz-boz qonur torpaqlardır. Yəni tropikdə də, subtropikdə də, mülayimdə də, ümumilikdə səhrada olan torpaqlar boz-boz qonur torpaqlardır. Subtropik və mülayim qurşağın səhra və yarım səhraları isə burada buxarlanma qabiliyyəti yüksək olur. Yağıntılar əsasən qış aylarında olur. Havanın orta illik temperaturu aşağıdır. Əsasən materiklərin daxili hissəsində yaranmışlar. Subtropik və mülayim qurşağın səhralarına Qaraqum, Qızılqum, Təşnəmakan, Qobi, Dəşti Kəvir, Dəşti Lüt, Moxavi, Patagoniya səhralarıdır. Yenə deyirik, torpaqları boz-boz qonur torpaqlardır. Zodyarpaqlı meşə və kolluqlar. Subtropik iqlim qurşağının Aralıq dənizi iqlim tipində yayılmışdır. Bir istisna hal kimi Avustraliya materikinin cənub-şərq hissəsində subtropik qurşağın rütubətli iqlim tipində də rast gəlinir. Torpaqları sarı və qəhvəyidir. Çöl və meşə çöllər həm subtropik, həm mülayim iqlim qurşağında yayılır. İnsanlar tərəfindən ən çox mənimsənilən təbii zona çöl və meşə çöllərdir. Ən çox çöl zonası Argentina, ABŞ, Kanada, Ukrayna, Rusiya, Qazaxıstan ərazilərindədir. Torpaqları qara, şabaldı, açıq qəhvəyi olur. Diqqət yetirsək, demişdik, Cənubi Amerikanın Pampa zonasında qara, qırmızı torpaq deyirik. Digər ərazilərdə isə qara, şabaldı, açıq qəhvəyi. Yalnız Argentinada, Pampada qara, qırmızı deyirik. Mülayim qurşağın qarışıq və enli yarpaq meşələri. Mülayim qurşaqda həm enli yarpaq, həm qarışıq, həm iynə yarpaqlı meşələr yayılır. Enli yarpaq meşələri, qarışıq meşələri şimal yarımkürəsində materikin nisbətən daxili hissəsində mülayim kontinental iqlim tipində yayılır. Burada çimli podzol torpaqlardır. Enli yarpaq meşələri isə daha çox sahil boyu ərazilərdədir, Qərbi Avropadadır, eyni zamanda ABŞ-ın şərqindədir. Burada qonur və qəhvəyi meşə yayılıb. Mülayimin iynə yarpaqlı meşələri, yəni tayqa meşələri isə daha çox onun mərkəzi hissəsində mülayim kontinental və kəskin kontinental iqlim tipinin olduğu hissədə yayılmışdır. Burada torpaq podzol torpaqdır, yəni külə çalan torpaqdır. Tundra və meşə tundra isə Avrasiya və Şimali Amerika materikinin şimalında subarktik iqlim qurşağında, keçid iqlim qurşağı olan subarktik iqlim qurşağında yayılmışdır. Yağıntı 200-300 mm-dir il ərzində. Burada tundra qleyli, tundra bataqlıq torpaqları yayılıb. Arktik və Antarktik qurşaqların buz səhraları isə qütbə yaxın ərazilərdir. Şimalda Arktik, cənubda Antarktik qurşaqdır. Antarktidada bəzi ərazilərdə vahə yaranır ki, bu da buzdan azad olan hissələrdə mamır, şibiyə, yosun və s. bitir. Həmin hissələr vahə adlanır. Torpağı isə ibtidai torpaqlardır. Təbii zonalar xəritəsinə diqqət yetirsək, rütubətli ekvatorial meşələr, rənglərə diqqət yetiririk, hansı ərazilərdə yayılıb, dəyişkən rütubətli meşələr. Dəyişkən rütubətli meşələr dedik, həm subekvatorial zonadadır. Diqqət yetirək. Eyni zamanda tropik zonada, subtropik və mülayim zonada da dəyişkən rütubətli meşələr var. Zodyarpaqlı meşə və kolluqlar Aralıq dənizi iqlim tipindədir. Aralıq dənizi və burada subtropikin bərabər
rütubətli iqlim tipində yayılıb. Savanna və seyrək meşələri subekvatorial zonada diqqət yetirir. Bu hissələrdə savanna və seyrək meşələrdir. Sonra səhra və yarım səhralar daha çox tropikdə, subtropikdə və mülayimdə də səhra və yarım səhralara rast gəlinir. Çöllər və meşə çöllər. Diqqət yetirsək, bu hissələrdə çöl və meşə çöllərdir. Cənubi Amerikanın çöl və meşə çölləri bu hissədə pampalar adlanır. Qarışıq və enli yarpaqlı meşələr, tayqa iynə yarpaqlı meşələr bu ərazilərdədir. Yüksəklik qurşağı. Ümumilikdə dağlıq ərazilərdə yüksəklik qurşağı göstərilir. Arktik və Antarktik səhralar isə Arktik şimalda, Antarktik isə cənubda qütb ətrafı ərazilərdir. Sonra keçdik landşaft. Konkret ərazi üçün səciyyəvi olan təbii komplekslər landşaftlardır. Landşaft, təbii landşaft var, antropogen landşaft var. Təbii landşaftda insan iştirakı olmadan yaranır. Məsələn, meşə, səhra və s. Antropogen landşaft isə insanın öz fəaliyyəti ilə yaratdığı landşaftlardır. Məsələn, su anbarı, əkin sahələri, insanların özünün saldığı meşələr, yaşayış məntəqələri və s. Landşaftın təsnifatı sinif, yarım sinif, tip, yarım tip, növ olmaqla qruplaşdırılır. Yine buna diqqət yetirək. Sinif nədir? Dağ və düzən sinifinə bölünür. Yarım sinif isə alçaqda olan dağ, ortada yerləşən dağ, yüksəkdə yerləşən dağ və yaxud alçaqda yerləşən düzənlik, ortada yerləşən düzənlik, yəni alçaq dağlıq, orta dağlıq, yüksək dağlıq kimi götürülür. Yarım sinif isə budur, alçaq dağlıq, orta, yüksək hissədə yerləşənlər. Tip, məsələn, səhra tipi, çöl tipi, yarım tip isə alçaqda yerləşən səhralar, orta ərazidə yerləşən səhralar, yüksək ərazidə yerləşən səhralar bu formada qiymətləndirilir. Növ isə bitkilərin növünə görə adlandırılır. Rütubətlənmə əmsalı dedik, yağıntının buxarlanma qabiliyyətinə olan nisbətidir. Birdən böyük olduqda meşə və çəmən yaranır. 1-ə yaxın olduqda çöl, meşə çöl yaranır. 0.5-ə qədər olduqda quraq meşə, quraq çöllər yaranır. 0.2, 0.5 arası olduqda yarım səhra, 0.2-dən kiçik olduqda isə səhra landşaftı formalaşır. Landşaftın formalaşmasında zonal və azonal amillər rol oynayır. Zonal amillər xarici, azonal amillər isə daxili komponentlərdir. Zonal amillərə iqlim, azonal amillərə isə relyef daxildir. Relyef və iqlim göstəricilərinin müxtəlifliyinə görə landşaftlar zonal, azonal və intrazonal olmaqla qruplaşdırılır. Zonal landşaft düzənliklərdə formalaşır. Azonal landşaft isə dağlarda yaranır. Bəs intrazonal landşaft nədir? Düzənlik ərazilərdə, məsələn, bura xas olmayan, amma müxtəlif amillərin təsirindən yaranan landşaftlara aiddir. Məsələn, yarım səhralarda bataqlıqlar ya da düzən meşələrin yaranmasıdır. Yarım səhrada bilirik, bataqlıq yaranmır, amma yeraltı suların səthə yaxın yerləşməsi ilə yarana bilər ki, bu da intrazonal landşaftdır. Bundan başqa, dağlıq ərazilərdə yağıntıların miqdarına görə landşaftlarda dəyişiklik baş verir. Buna landşaft inversiyası deyilir. Məsələn, bu ona gətirib çıxarır ki, Talış dağlarında əvvəlcə dağ meşəsi, sonra dağ çəmənləri gəlməlidir. Amma buradakı yağıntı ilə əlaqəli olaraq dağ meşəsindən sonra quru dağ çölləri, dağ kserofit landşaftı gəlir. Landşaft dəyişilməmiş, inkişafının təbii gedişi pozulmuş, tam dəyişilmiş, zəif dəyişilmiş olmaqla hissələrə bölünür. Bir də var ki, mədəni landşaft. İnsanın əvvəlcədən elmi məqsədlər üçün dəyişdirdiyi landşaft mədəni landşaft adlanır.
Yer kürəsi landşaftlarının inkişaf qanuna uyğunluqlarını öyrənən elm landşaftşünaslıq adlanır. Şimal və Cənub materiklərinin bioehtiyatları. Şimal materiklərinə Avrasiya, Şimali Amerika, Cənub materiklərinə isə Cənubi Amerika, Afrikanın böyük hissəsi, Avstraliya və Antarktida aiddir. Avrasiya və Şimali Amerika materikləri antropogen təsirə daha çox məruz qalmışlar. Burada əhalinin sıx məskunlaşdığı Şərqi Çin, Qərbi Avropa, Dekan yaylası, mərkəzi düzənliklər, ABŞ-ın Atlantik sahili əraziləri əsas sıx məskunlaşmış hissələrdəndir. Təbii zona olaraq çöl, meşə çöl, çoxyarpaqlı həmişəyaşıl meşə və kolluqlar, savannalar, muson meşələri daha çox mənimsənilmişdir. Çöl və meşə çöllər. Bu, şimal materiklərində ən çox mənimsənilən təbii zonadır. Avrasiyada çöllər və meşə çöllər mülayim iqlim qurşağının cənubunu, Şərqi Avropa düzənliyini, Qərbi Sibirin cənubunu, Qazaxıstan, Monqolistan, Çinin şimalını əhatə edir. Rusiya və Ukraynada çöllərə steplər deyilir. Şimali Amerikada çöllərə prerilər deyilir. Bundan başqa, ABŞ və Kanadanın mərkəzi hissəsində subtropik və mülayim iqlim qurşağı hissəsində də çöllərə rast gəlinir. Əkinçilik üçün münbit torpağa malikdir. Əsasən taxıl bitkiləri, qarğıdalı və s. biçərilir. Çoxyarpaqlı həmişəyaşıl meşə və kolluqlar Cənubi Avropanın Araq dənizi sahilləri, Şimali Amerikanın subtropik iqlim qurşağı, əsas da Kaliforniya ştatı, eyni zamanda Afrikanın şimalında kiçik bir hissədə, Avstraliyanın cənub-qərb və cənub-şərq hissəsində yayılmışdır. Şimal materiklərinin şərq hissəsində musson meşələri var. Burada iqlim şəraitinin əlverişliyi musson meşəsinin yaranmasına səbəb olmuşdur. Daha çox Çin, Yaponiya kimi ölkələr buradan müxtəlif musson meşələrində müxtəlif növ bitkilər, çay, tərəvəz, buğda, çəltik əkinləri və s. ilə məşğul olurlar. Savanna və seyrək meşələr qırmızı qonur torpaqlardır. İl boyu əkinçilikdə istifadə olunur. Yayda rütubətli hava küləsinin təsiri altında qalır. Qış nisbətən quraq keçir. Ekvatorial meşələr Şimali Amerikada yerləşməyib, amma Avrasiyanın cənub-şərq hissəsində, eyni zamanda Cənubi Amerikada. Sonra İndoneziya, Malayziya kimi ölkələrdə daha çox yayılmışdır. Şimal materiklərinin şimalında tropik və qütb səhralar var. Qütb səhraları bilirik ki, zəif mənimsənilib. Burada hətta heç mənimsənilməyib kimi də götürə bilirik. Çünki qütb səhralarında yaşayış yoxdur. Bundan başqa tropik səhralar var. Tropik, yəni səhra həm qütb səhrası var, həm tropik səhrası var. Tropik səhrası isti, quru şəraitdir. Qütb səhrası isə soyuq və quru şəraitdir. Ekvatorial meşələrdə Cənubi Amerikada selvas adlanır. Selvasda heveya, çinə ağacı, balsa dünyada ən yüngül ağacdır. Qovun ağacı, buna papaya deyilir. Braziliya qozu və s. Yetişdirilir. Bir də var GMO məhsulları. Bu nədir? Genləri modifikasiya olunmuş məhsullardır. Bunlar suni şəkildə yaradılmış məhsullardır. Biri var təbii şəkildə orqanik bitkilər yetişdirilsin. Biri var suni şəkildə insanlar tərəfindən müxtəlif gübrələrin vasitəsilə yetişdirilmiş bitkilər olsun. Məsələn, bu müxtəlif qarğıdalı ola bilər, pambıq ola bilər, pomidor, xiyar və s. bitkilərində daha çox istifadə olunur. Genlərin modifikasiya olunmuş məhsullar ABŞ-da, Kanadada, Meksikada, Braziliyada, Argentinada və s. becərilir. Bu məhsulları idxal edən ölkələr sarı rənglə verilib xəritədə, amma digər ölkələr haqqında da modifikasiya olunmuş məhsullar haqqında heç bir məlumat olmadığı göstərilir.
Səhralar. Səhralar dedik, qütb səhraları var, tropik səhraları var. Tropik səhralar isti, quru iqlimdədir. Afrikada, Avstraliyada daha çox yayılmışdır. Cənubi Amerikada da kiçik bir sahədə. Afrika səhraları demək olar ki, əkinçilik üçün tam yararsız formadadır. Yalnız vahələrdə xurma becərilə bilir. Cənubi Amerikanın subtropik iqlim qurşağında çöl zonası formalaşıb. Buna pampa deyilir. La Plata ovalığı sahilindədir. Yəni Argentina və Uruguayda yerləşir. Rütubətli subtropik iqlimdə formalaşır. Burada torpaq qırmızı qara torpaqdır.